Salam əziz şagirdlər. Bugünkü video izahımda bir hədlər və çox hədlər mövzusuna aid 2 dənə sualın izahını verəcəm. Diqqətlə qulaq asın. Maraqlı suallardır deməli. Keçək sualların izahına. Birinci sualda x bərabərdir 3 ədədi kx kubu çıx 54 çoxaltısının köklərindən biri olarsa. Kx kubu üstəgə 128 bərabərdir 2 vurulsun x üstəgəlsin 4 vurulsun b bərabərliyindən b çoxaltısının əmsallar cəmini tapın. Deməli, biz bilirik ki, əgər x bərabər 3, yəni kx kubu çıx 54 çoxaltısının köklərindən biridirsə, hər hansı kökdürsə, deməli biz buradan başa düşməliyik ki, kök çoxhədlini, məsələn, burada verdiyim bu kök, bu çoxhədlini sıfıra çevirməlidir. Yəni tənliyin kökü tənliyin sıfıra çevirdiyi qiymətdir. İndi ifadənin kx kubu çıx 54 x'in yerinə 3 qoysam, k vurulsun 3'ün kubu 27 çıxılsın 54 bərabərdir 0. 27k bərabərdir 54. K bərabərdir 2. K'nı 2 almış oluruq və gətirib bu ifadədə K'nın yerinə 2'ni yazsaq 2 x kubu üstə gəl 128 bərabərdir 2 vurulsun x üstə gəlsin 4 vurulsun b. 2'nin mörtəzi xaricini çıxartsaq 64 bərabərdir 2 vurulsun x üstə gəlsin 4 vurulsun b. 2'lər buradan ixtisar gedər. Qalar x kubu üstə gəl 64 bərabərdir x üstə gəlsin 4 vurulsun b. X kubu üstə gəl 64'ün açılışını yazsam x üstə gəlsin 4 x kvadrat çıxılsın 4x üstə gəl 16 bərabərdir x üstə gəlsin 4 vurulsun b. Artıq b çoxhədisini biz görərik. Buradan b çoxhədisini görürük ki, biz b bərabərdir x kvadrat çıx 4x üstə gəl 16. Bizə b çoxhədisi əmsallar cəmini soruşur. Əgər hər hansı çoxhədlinin əmsallar cəmini biz tapmaq istəyiriksə, x-in yerinə 1 qoymamız kifayət edir. X-in yerinə 1 yazsaq, b bərabərdir 1'in kvadratı çıx 4 üstə gəl 16. Bu da eləyər 17 çıx 4 bərabərdir 13. Deməli, b çoxhədisinin əmsallar cəmi oldu 13. Keçək ikinci suala. İkinci sualda bizə nə deyir? 12 bölünsün n-3 x üstü 4 çıxılsın n y üstü n çıxılsın 3 ifadəsi bir hədli olarsa 5n üstü 4 ifadəsinin qiymətini tapın. Əgər hər hansı verilmiş bu ifadə bir hədli və ya çox hədlidirsə, biz bilməliyik ki, orada olan dəyişənin üstü, məsələn, bu ifadə və bu ifadə 0 və müsbət tam ədəd olmalıdır. Əgər dəyişənin üstü, məsələn, tutalım ki, x üstü mənfi 1 olsa və yaxud da dəyişən kökün altında olsa, bu vəziyyətlərdə olsa artıq çoxhədli, bir hədli sayılmaz və yaxud da x üzərində hər hansı rasional bir ədəd, tutalım ki, 2,5. Yəni, belə bir şeylər olsa artıq bu bir hədli və ya çoxhədli sayılmaz. Sayılmazsa deməli biz bilməliyik ki, buradan bir hədli olması üçün 4 çıxılsın n böyükdür bərabər 0, mənfi n böyükdür bərabər mənfi 4, n kiçikdir bərabərdir 4. Sonra n çıxılsın 3 böyükdür bərabər 0, n böyükdür bərabərdir 3. Deməli, n-in ala biləcəyi qiymətlər 3 və 4'ün arasında qiymətlər ola bilər. Məndən 5n üstə gəl 4 ifadəsinin qiymətini soruşur, amma biz bir şeydə fikir verməliyik ki, burada 12 bölünsün n-3'də n-3 bərabər deyil 0'a. Çünki kəsirin məxrəci 0 ola bilməz. N bərabər deyil 3'ə. Artıq deməli
3 qiymətin biz ifadədə n'in yerinə verə bilmərik. Ancaq qalır 4. 5 vurulsun 4. Üstə gəlsin 4. Cavab eləyər 24.